Deməli dostlar, Almaniyadan hər kəsə salamlar. Bura Almaniya bələdiyyəsidir. Dünən sumkamı itirmişdim. İçində 300 avro pul, bütün sənədlər, şəxsiyyət vəsiqəsi, prava, tibbi sığortalar, düzdür, burada iş gedir. Almaniya ki, Almaniya. Halo. Almaniya ki, Almaniya. Fransada içsəydi çətin bu sumkadan xəbər olardı. Dostlar, mən bilirəm ki, bizim ölkəmizdə də namuslu, şərəfli insanlar var. Tapsaydılar, qaytarardılar. İnandırım sizi ki, pul üçün deyiləm, amma bunun içindəki sənədlər, sürücülük vəsiqəsi, sığorta, evin haçarı, maşının ikinci haçarı, ondan sonra bütün kağız, küğuz bunun içindəydi. Çox şadam. Gerçəkdən səhərə qədər demək olar ki, yata bilməmişəm. Bura Almaniyanın bələdiyyəsidir, Rathaus. Çox şadam, həqiqətən də tapdılar, verdilər. Fransada, İspaniyada tapılsaydı, bu içsəydi, çox çətin 10% şans var, amma Almaniyada 99% şans var ki, tapılacaq. Belə dostlar, 300 avro pul var idi sumkamda, heç ona əl vurmayıblar. Necə var, elə də yerindədir hər şey. Dankeschön, Deutschland. Belə, bu da Almaniyadır da dostlar, gördüyünüz kimi. Çox xoşbəxtəm gerçəkdən. Çünki bu kağızları, sənədləri get polisə ərizə yaz. Ondan sonra get pasport stola. Bu sənədlər aşağısı 6-7 aya düzələcəkdi. Mən təkrar elədiyim kimi biz tətili gözləyirik. Uşaqların məktəb tətili bitsin. Və biz gəzməyə Avropa macəralarına başlayacaq. Baxsanız yaxşı olar. Maraqlı videolar çəkiləcək. Ucuz şəkildə, qənaətli şəkildə necə Avropada istirahət eləmək olar, ən yaxşı plajlarda, ən yaxşı dağlarda və ya ən yaxşı istirahət mərkəzlərində. Dostlar, bu da mənəm. Şükür sənə ilahi ki, bugün tapdım mən öz sənədlərimi, yoxsa aləm dəyəcəkdi bir-birinə. Həmişəki kimi dəli qızdır. Minək buna. Gedək. Dostlar, bunu mənə geri verdikləri üçün mən 3 avro 50